Demək, birinci qrup üzrə ayın 7-si qəbula düşən bir sual var. Yazıb biri digərinin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratlarının fərqinin modulunu tapın. Demək, baxırıq. Bilirik ki, cüt natural ədədlər, cüt ədədlər belə yazılır. 2, 4, 6, 8 və 10, yəni bu qayda ilə gedir. Və bunların hər birinin arasında 2-2 fərq var. 2-2 fərq var. Demək, birinci ədədimiz x olarsa, ikinci ədədimiz x plus 2-dir. Və bizə deyir ki, biri digərinin 80%-ni təşkil edir. 80%-ni təşkil edir demək nə deməkdir? Yəni, onun 80%-ni təşkil etmək. Vuraq 80 bölək 100. Yəni, bu da 80-ni 100-ə böləndə 0,8 edir. Yəni, bunun 0,8-i. Yazırıq x bərabərdir 0,8 vuraq x plus 2. Və buradan x bərabərdir 0,8x möhtərizəni açırıq. Üstə gəlsin 1,6. Və bu 1x olduğundan 1x çıxılsın 0,8x bərabərdir 1,6. 0,2x bərabərdir 1,6. X'imiz bərabərdir 8-ə. Və x'imiz bu 8 olduğundan x plus 2 də bərabərdir 10-a. Və bizdən kvadratları fərqinin modulunu deyir tapın. Yəni 10'un kvadratı çıxılsın 8'in kvadratı bərabərdir 100 çıxılsın 64'ə. Yəni moduldan bərabərdir 36. Demək, bunun misalımızın cavabı 36 imiş.